Evlilikdə xəyanətdən daha çox vacib rol oynayan iki məsələ var ki, bunlar münasibətlərin sonlanmasına, zəifləməsinə və ya sarsılmasına xüsusi təsir edir. Birinci məsələ tərəflərin bir-birinə demək istədiyi narahatlıqlar, mənfi şeylər, şikayətlər və ya bölüşmək istədiyi müsbət şeyləri vaxtında bölüşməməsi və ya ümumiyyətlə deməməsidir. Bu səssizlik əslində tərəflər arasında bir divar hörmək mənasına gəlir və heç də yaxşı nəticə vermir. Vaxtında deyilməyən və ifadə edilməyən hisslər, emosiyalar, fikirlər və yaxud da davranışlar sonralar partlamaları gətirib çıxara bilər. İkinci məsələ isə bunun tam tərsidir. Yəni deyilməli olan vəziyyətlərin, fikirlərin və ya bölüşülməli olan məsələlərin, xüsusilə də mənfi şeylər və şikayətlər, narazılıqlar kimi şeylərin ümumiyyətlə yanlış şəkildə ifadə olunmasıdır. Yəni əsasən sən dilindən istifadə edilərək aşağılayıcı, dəyərsizləşdirən, qarşı tərəfin haqlarını tapdalayan, günahlandıran və yaxud ittiham edici bir şəkildə ifadə etməkdir. Bu əlbəttə qarşı tərəfin müdafiə olunmağa və gərginliyin alovlanmasına gətirib çıxarır. Əgər tərəflər lazım olanları vaxtında və düzgün şəkildə bölüşərlərsə, münasibətlər daha gözəl hala gələ bilər və o evliliklərin müddəti uzun olmuş ola bilər.